Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir. Göyçə mahalıdır. Qədim Azərbaycan torpağıdır. Və 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların da mütləq əksəriyyəti Azərbaycanlılar olmuşdur. O cümlədən Zot kəndinin sakinləri də Azərbaycanlılar idi. Deportasiyaya məruz qalmışlar. Və yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona Vardenis adı qoymuşdur. Və xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətcə bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir. Və bütün digər indiki Ermənistan ərazisində yerləşən qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə də çağırılmalıdır. Bizim mətbuatda yazılır ki, Ermənistan Yerast kəndində, onun ətrafında hansısa hadisələr baş verir. O kəndin adı Arazdəyəndir və Azərbaycanlılar əbədi yaşayıblar orada, deportasiya qədər. Ona görə bütün qədimi, yəni tarixi adlar bərpa edilməlidir. Və bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıbdır. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətcə insanlarımız bu yerlərin əsl adlarını çəksinlər və Vardenis yox, Basarkeçər rayonu və Basarkeçər şəhəri. Bu yoldan da indi biz istifadə edirik. Ermənilər 3-cü yolda çəkmək istəyirdilər. Cəbrayıla gedən yol, bu haqda artıq müharibə zamanı mən dəfələrlə fikirlərimi bildirmişdim. Və beləliklə Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla 3 yolla birləşdirmək istəyir. Və bunun yeganə məqsədi məskunlaşma, qanunsuz məskunlaşma. Amma bugün, bax mən gəlmişəm, həmən yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq. Hər tərəf dağ, çay, meşə, cənnət və